qırğın gedirmiş sənin yayımında. Nə məsələdir, nə olub? Gəlib deyirlər ki, səni güllələyəcəyik, nəm alnından güllə vuracağıq. Sənə. Ha, ekran kaydı. O elə təhdidlərdə mənə bizə nə qədər gəlib? Hə, yerini bildiyi hardan hara gəlmisən? Yeri ünvanı deyirlər, hardan hara gəlmisən? Hə. Nə sən evdən bayıra çıxanda nə belə eləyəcək, səni ailənlə zaten hədələyirlər. Heç nə qardaş, mən də polisə müraciət eləmişəm yenə də. O da kaydını aparmışam. Heç nə. Amma mən sənə deyim ki, ehtiyatlı ol. Çünki mənə də çoxlu təhdidlər gəldi. Axırda gəldilər evimin qabağında mən gözümə biber qazı sıxdılar. Sonra 3 dənə idmançı başladılar. Tor elədilər. Mənə deyir ki, bir alnından bir güllə vuracam deyirsən. Necə? Bir alnından güllə vuracam. Vursun da. Mən də ona dedim də. Ekranı bəyənənlər var. Amma denə dəqiq alnından orta. Buradan olsun. Ya deyirəm ki, mən deyirəm ki, bəs mənim arxamda Fransa polisidir. Yəni bir Fransa polisi deyir sənin üzvə gülür, amma səni deyir altdan deyir Azərbaycana deportasiya eləyəcəklər. Deyirsən deyir gördün deyir, sizi deyirdi. Deyirsən deyir gördün deyir o birisləri deyir necə nə günə salıblar. Deyir sənə də deyir bax o gün gözləyir. Dedim elə də gözləyir, mən də gözləyirəm də elə də. Əslində onun sözlərində həqiqət var. O Fransa polisi, İsveçrə polisi. Şəxsən mənə hücum oldu. Mənə o cinayət kimi bir ayın içində bağladılar. Heç bir ayda çəkmədi. Yəni bu hakimiyyətin sən bilmirəm. Mən də əvvəl məsələ deyim ki, mən dərk eləmirdim ki, mən kimə qarşı savaşıram. İndi bəziləri oturub burada qulaq asır, elə bir ki, burada o deyirlər, oturmuşsan deyir xaricdə nə var danışmağa. Biz təsəvvür edin ki, biz bir qarışqayıq, filə qarşı savaş açmışıq. Biz bir tək əskərik, orduya qarşı çıxmışıq. Bax, elə başa düşürsən. Bəli. Yəni bunların milyardları var. O kinoda deyir o. Deyir topun yox, topxanan yox. Bizim nə topumuz var, nə topxanamız var. Bəli. Quru bədənimizdən, kəfənimizi geyinmişik, çıxmışıq bu Əliyev rejiminə qarşı, bu hakimiyyətə qarşı savaş açmışıq. Bunu bəlkə bir çoxları bunu dərk eləmir. Amma bu fakt belədir. Və ona görə də bunun dediyi həqiqət var ki, məsələn, sabah səni gəlib döyə də bilərlər, öldürə də bilərlər. Birincisi, burada sənin izləyicin var. Hamının yadından çıxıb gedəcəksən. Əmin ol. Əmin ol. İkincisi də sənə nə olub? Döydülər, bıçaqladılar, güllələdilər, nə elədilər? Cinayətçini bağlayacaq. İlham Əliyev milyardları buraxıb səni bağlayacaq cinayətçiyə. Necə ki, Bayram Məmmədovu tanıyırdınmı sən? Bayram Məmmədov. Belə tanıyırdım, ya belə real. Bayram Məmmədovu Türkiyədə öldürdülər. Heç Bayram Məmmədovun heç gör yada salan varmı? Halbuki o Gorbaçovun heykəlinə Qul bayramı yazmışdı. Həmin oğlan idi o. Gördünüzmü adam necə? Sən gördün o oğlanı polisləri şeylədiyinə görə, təhqir elədiyinə görə? Tutuqanın üstündə oturtdurublar onu, başına da vurublar. Bu əslində hakimiyyət bilirsən də İlham Əliyevi ayaqda saxlayan polislərdir. Yaxşının da, pisinin də. Yaxşı oğlan ümumiyyətlə özünə hörmət edən oğlan formanı geyinməz. Azərbaycanda polis formasını geyinən bilsin ki, xalqı, ölkəni qorumur. Birbaşa İlham Əliyevi qoruyur. Və bu polislərdən bunlar xalqa bir mesaj verirlər ki, baxın, bugün sizin başınıza bantik bağlayırıq, sabah sizin başınıza prezervativ taxacaq. Şişirsən. Başınıza işləyəcək, yəni min cür şey eləyəcək. Çünki yadındadırmı, Yasamalda arvadının gözü qabağında gəldi, götürdü. Yadındadırmı bir şeylər sən? Yəni bu xalq, bax, mən sənə açıq deyirəm də, bax, özümün sənə misal çəkirəm. Evin içində girib götürən demirsən, evin içində girdi götür. Bax, mən sənə bir şey deyim. Bax, dünən mənlə burada qoşulmuşdum da, kartımı paylaşmışdım, düzdür? Bəli. Xalqa görə vuruşuram və xalqa görə mənə İlham Əliyev məhkəməyə verib, düzdürmü? Bəli. Kart paylaşdım. Neçə dənə oğlan burada basıb bağlayırdı, 100 göndərəcəm, 200 göndərəcəm. Heç bir şey. Heç bir şeydir. Gördün mü? Bax, budur. Yəni, bugün bu xalq
mənə, sənə dəyər vermir. Bu xalq bayrama, tolika dəyər verir. Bax, məni də yandırıb tökən budur ki, niyə görə axı, niyə? Bax, budur məni yandırıb tökən qardaş. Biabırçılıq. Allah haqqında biabırçılıq. Həm də çox biabırçılıq, özdə çox. Bilmirəm, niyə belədir. Amma erməni bir bloger olsaydı, əmin ol ki, özüm ölüm deyirəm, o 2100 evronu yarım saat içində toplayıb yığmışlar. Bax, manat, belə bir şey deyim də, ümumiyyətcə, mən belə düşünürəm ki, mən həmişə belə düşünürəm də, mənim salam kəsdiyim insanlara zərər gələrsə, mən o zərəri özümdə görürəm də, yəni, o zərər, yəni, o dost, mənim salam kəsdiyim insana gəlirsə, demək ki, o zərər mənə gələr. Valla, mən həmişə eləsə düşünürəm də. Bax, bilirsən, bəzən, indi oradakılarda, nə bilim, manat, etibar yoxdur ya, qardaşım. Yəni, deyirlər, Vasya, dünən nə deyirsən, dedilər ki, kartı paylaş, pul atacaq, nə meniyəcək. Qardaş, Allah haqqı boş-boş şey deyəm, Allah'ın olsun, mən də paylaşdım da. Haqqı deyəcəm də hər yerdə. Uşaq pulunu versinlər. Uşaq pulunu verməkdə ötər. Mən yenə deyirəm, mən heç bir partiyanın üzvü deyiləm. Yəni, Azərbaycanda heç bir partiyanın üzvü olmamışam. Yəni, insan gərək haqqını deməkdən ötəri mütləq o deyil ki, sən hansısa bir partiyanın mütləq üzvü olmalısan. Haqqı beləsə deyə bilərsən. Mən demirəm, sizə misafirliklərə də qoşulanda ki, sıxın mütləq təhqir eləməz. Yox, təhqir eləməyin. Lazım deyilsin o təhqir eləməyiniz. Qorxmayın. Yəni, qorxmamağınıza görə deyirəm, amma təhqir eləməyin. Sıxın sivil qaydada öz haqqınızı tələb edin də. Yəni, gördüklərinizi deyin. Nədir gördükləriniz? Oğlana bir yaxlar deyirəm ki, nə qədər pensiya alsan, veterandır, deyir 80 manat. Deyirəm, razısan, deyir, hə. 80 manat pensiya alan, nəyinə razısan? Deyir, hə, razıyım. Qorxur. Deyir, bir dənə desəm, o 80 manatda əlimdən alacaqlar, bassaq. Qorxudur. Nə bilim? Xalqın gözünü bu polis şeyindən qırıblar, başa düşsən. Polis qorxusu. Bax, manat, bax, mən bir yaxlarda canlıda deyirəm ki, əgər bir insan nəsə bir qanundan kənar hərəkət eləyərsə, ya ona cərimə yazılır, ya da məhkəmə ilə ona həbs kəsilir. Həbs olunur. Yəni, bunun beləsinə mən əgər günü bu günləri hansısa bir polisi təhqir eləyirəmsə, mənim başıma bank bağlayıb tulkanın üstündə oturtturmaq. Bu bir sənədə öz başlanıq deyə Allah'a hamd olsun. Bank bağla. Mən bu günləri bilirsən nələri göstərmişəm burada. Quran dövrəcəyinə göstərirəm. Qurana hamd olsun. Mənə videolar atıblar. Onları göstərirəm ki, görün millətimizi görün nə günə qoyurlar. Belə baxır. Deyir, bunu polis eləyib. Deyirəm, bəli, polis eləyib. Deyəm, üzümə belə baxır. Eliya. Təşəkkür Eliya. Mən nə bilim, burada cici yazmayın. Kimsə Manafdan və yaxud da Orxandan, nə bilim, başqalarından kimsə gəlib burada şeyləsə, atın bloka. Burada olanlara canlı ailəsini qorxur. Bəli, Nərmin xanım. Talibonun Naxçıvanı Koreya döndəriblər. Məsələn, Vasif Talibovu görsən, basmır. Niyə basmır? Bax, mən sənə qoca bir şey deyim. Buyur, qardaşım. Bugün polis, bax, bilirsən, bugün Azərbaycan polisində bilirsən ki, qoyun satanlar, dana satanlar gəlib polisə işə düzəlir də, düzdür mü? Konstitusiya deyilən bir şey var, cinayət məcəlləsi deyilən bir şey var. Əgər sən polisi təhqir eləmisənsə, bu cinayət proseduruna görə buna nə cəza düşür? Ya pul cəzası, ya 15 sutka cəza da, düzdür? Həbsdə 15 sutka həbs olunur. Və yaxud da ki, video çəksin, desin ki, bəs nəsə də içkili olmuşam, özümdə olmamışam, söyünmüşəm. Amma əslində polis haqq eləyir o söyüşü. Amma görün, burada hakimiyyətin xalqa bir mesajı var. Yəni ki, ağıllı olun da, başa düşürsünüz. Bugün bunun başına bantik taxıb, sabah başına prezervativ taxacam. Birisi gün başınıza işləyəcəm. Başa düşürsən. Onun başını görə ilə qırıqlar. Gördün nə ilə qırıqlar onun başını? Adi kağız kəsən qaçı yoxdur, onunla qırıqlar başını.